Təsəvvür edin bax, bank hesabınızda 100 milyonlarla dollar var. 5 qızıl top qazanmısınız və futbol tarixində demək olar ki, bütün mümkün rekordları qırmısınız. Amma Saudi Ərəbistanında adi bir çərşənbə axşamı oyununda komanda yoldaşınız sizə pas verməyəndə elə qəzəblənirsiniz ki, sanki həyatınız bundan asılıdır. Hə, bu doğrudan da kənardan çox maraqlı mənzərədir. Düzdür. Yəni, hər şeyi qazanmış bir insanı hələ də dayanmadan irəli aparan nədir? Niyə o sadəcə kənara çəkilib dincəlmir? Bugün biz bu mövzunun dərinliklərini enəcəyik. Cristiano Ronaldo'nun Canal God kanalına verdiyi çox səmimi müsahibədəki detalları aydınlaşdırıb, bu alfa yırtıcının psixologiyasını anlamağa çalışacağıq. Sözün düzü, bu çox vali edici bir psixoloji vəziyyətdir. Çünki insan mütləq zirvəyə çatanda, xüsusən də idmanda onun motivasiya mənbəyi mütləq təkamülə uğramalıdır. Yəni, o cəngəlliyi tərk etməkdən imtina edir. Elə deyil. Gəlin əvvəlcə onun bu zamanla necə üzləşdiyinə baxaq. Ronaldo hazırda Səudiyyə Ərəbistanının Əl-Nəsir klubundadır və o, karyerasının son mərhələsinə qədəm qoyduğunu artıq açıq etiraf edir. Tamamilə elədir. Və o, müsahibəsində çox xüsusi bir məqamı vurğuluyor. O deyir ki, mən sadəcə bu indiki nəsil üçün yox, həm əvvəlki, həm də gələcək nəsillər üçün bir miras qoymaq adına meydandayam. Bilirsən, bu mənə çox sevdiyin və heç vaxt bitməsini istəmədiyin möhtəşəm bir kitabın son fəslini oxumağa bənzəyir. Yəni, adam istər-istəməz düşünür, o sadəcə vaxtmı keçirir, yoxsa bu son fəsildə doğrudan da başqa bir böyük məqsəd var? Bax, burada ən maraqlı məqam odur ki, yaşından asılı olmayaraq onun futbolu olan ehtirası zərrə qədər də azalmayıb. O müsahibədə xüsusi olaraq qeyd edir ki, karyeramın sonu getdikcə yaxınlaşır, gəlin hər oyundan sadəcə zövq alaq. Yəni o, gündən-günə sadəcə bu prosesdən həzz alır. Gözlə, bir dəqiqə. Mükəmməlliyə bu qədər, necə deyərlər, xəstəlik dərəcəsində aludə olan birinin birdən-birə sadəcə zövq alaq deməsi mənə biraz inandırıcı gəlmir. Yəni bu, Ronaldo üçün çox rahat, çox sakit səsləmir. Bu, ümumiyyətlə necə işləyir? Bax, məsələ burasındadır ki, o zövq alma məsələsi heç də rahatlıq və ya təslim olmaq deyil. Bu, əslində çox güclü bir psixoloji sağlama mexanizmidir. Aha, yəni psixoloji bir taktikadır. Bəli. Bir idmançının fiziki pik nöqtəsi qaçılmaz olaraq enişə keçdikdə, onun o nəhəng rəqabətçi egosunun qarşısında iki yol qalır. Ya məyuslıq içində parçalanmalıdır, ya da reallığı qəbul edib yeni bir format tapmalıdır. Ronaldo üçün bu, həzz almaq anı tamamilə yaşamaq deməkdir. Aydındır. Deməli o, artıq Avropaya nəsə sübut etmək stresini daşımır, birbaşa oyun prosesinin özündən dopamin alır. Bu, onun qələbəyə baxış bucağını necə dəyişir bəs? Axı Real Madrid və ya Juventus dövrlərində onun bütün kimliyi fərdi üstünlük üzərində qurulmuşdu. Məhz elə bu proses zamanı onun prioritetləri kəskin şəkildə dəyişir. Böyük mənzərəyə baxsaq, onun müsahibədəki əsas cümləsinə diqqət yetirməliyik. O deyir ki, biz həqiqətən liqa çempionu olmaq istəyirik. Fikir ver, mən yox, biz deyir. Tam olaraq. Diqqət etsəniz, mən qol kralı olmaq istəyirəm demir. Fərdi uğur artıq komanda qələbəsinə tabe edilib. Ən böyük peşəkarlar da məhz karyeralarının sonlarında əsl dəyərin şəxsi egoda yox, kollektiv uğurda olduğunu anlayırlar. Bax, burada mən sənə biraz etiraz etməli olacağam. Vəziyyət burada həqiqətən çox maraqlı hal alır. Axı o, hələ də dayanmadan qol vurmaq üçün dəridən qabıqdan çıxır. Hə, əlbəttə vurur. Özü də çox vurur. Özü də hər qolunu elə qeyd edir ki, sanki Dünya Kubokunun finalında həlledici zərbəni endirib. Necə yəni fərdi uğur arxa plana keçib? Əgər ego doğrudan da komandaya tabe olubsa, bu fərdi şou niyə hələ də davam edir? Onun o nəhəng egosu doğrudan da kiçilə bilər? Ego kiçilməyib. Ego sadəcə miqyasını böyüdüb. Bunu bir usta memar kimi təsəvvür edin. Memar gəncliyində hamıya sübut etmək istəyirdi ki, dünyada kərpici ondan daha sürətli və mükəmməl hörən kimsə yoxdur. Aha, çox dəqiq müqayisədir. Amma indi o yetkinlik dövründə anlayır ki, onun əsl mirası kərpici nə qədər tez hörməsi deyil. Əsas məsələ tikdiyi o böyük binanın ayaqda qalıb qalmamasıdır. Ronaldo'nun vurduğu o qollar, bax o kərpiclərdir. Onlar hələ də vacibdir, amma artıq tək başına bir məqsəd deyil. Yəni, o qollar binanı, daha doğrusu komandanı çempionluğa daşımaq üçün sadəcə bir alətdir.
Ego artıq mən ən yaxşıyam deməkdən çox, mənim iştirakım bütün bir layihəni zirvəyə qaldırır deməyə fokuslanıb. Tamamilə doğrudur. O, vurduğu qollarla sadəcə şəxsi statistikasını şişirtmir. O, hələ də komandanı arxasınca sürüyə biləcək o böyük cazibə qüvvəsinə sahib olduğunu sübut edir. Bu, köhnə günlərin xatirəsi deyil, yepyeni bir missiyadır. Və o, daxili alovu fərqi bir məqsədə yönəltməyi bacarmaq elə əsl peşəkarlığın sirridir. Biz bu dərin təhlildə gördük ki, böyük bir keçmişi qorumaqla yanaşı indiki komanda hədəflərinə də fokuslanmaq mümkündür və bu adamı istər-istəməz öz həyatı barədə düşünməyə vadar edir. Əlbəttə, bu sadəcə futbol deyil, bir həyat dərsidir. Elədir. Sonda siz dinləyicilərə belə bir sual vermək istəyirəm. Əgər futbol tarixində az qala bütün rekordları qırmış bir insan hələ də komanda çempionluğu üçün özünü sübut etməyə çalışırsa, bəs siz necə? Həqiqətən də maraqlı sualdır. Artıq əsas hədəflərini ya çatdığınızı, zirvədə olduğunuzu düşündüyünüz o anlarda sizi hər gün irəli aparan, dayanmamağa məcbur edən o şəxsi çempionluğunuz nədir? Bax, bunun üzərində düşünməyə dəyər. Təhlilimizi dinlədiyiniz üçün təşəkkürlər. Növbəti görüşlərə dək.